Salam, xoş gördük hər birinizi. Mən Fidan Əhmədova. Bugün sizə 27 aprel buraxılış imtahanına birəbir düşmə ehtimalı olan bir sınaq hazırlamışam. Qeyd edək ki, 13 aprel buraxılış imtahanında hər mövzu üzrə hansı sual tipləri əks olunmamışdısa, biz onları 20 apreldə gördük. Buna görə də öz hazırladığım sınağın içərisinə hər iki qəbul tipi üzrə düşməyən sual tipləri əks olunmuşdu. Beləliklə bu sınaq vasitəsilə 27 aprel buraxılış imtahanının sualları ilə öncədən tanış olmuş və hər mövzunu bütün kitabı vərəqləmədən iki mühüm qayda ilə də işləmə yollarını öyrənəcəksiniz. Bu tipli videoların davamlı olmağını istəyirsinizsə, videoları bəyənməyi və maksimum şərh yazmağı unutmayın və ödənişli yay qrupları dərslərimlə də maraqlananlar qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. İndi isə başlayaq. Birinci test tapşırığında isim mövzusu ilə bağlı bir test nümunəsi verilmişdi və testin çaşdırıcı nüansı ondan ibarətdir ki, artiklı öncədən verilmişdi. Test variantlarında isə information sözü sayılmayan isimdir. Sayılmayan isimlər artiklı işlənmir, cəmlənmir, rəqəmlərlə işlənmir. A, D və Y getdi. B və C variantlarında isə oflu ifadələr of əlaqəni qırır və buradakı artiklının informationla birə-bir əlaqəsi yoxdur. Bu artiklı yalnız piece sözünə əlaqələndirir. Ümumiyyətlə oflu ifadələrdə ofun əvvəlində duran sözlər sayılır. A piece of, a slice of, a payoff və s. Ona görə də B variantı doğrudur. C-də isə artiklı ilə pieces yox, piece olmalıydı. İkinci test tapşırığında isə yəlik halla bağlı bir test nümunəsi verilmişdi. Apostrof S ya da S apostrofu düzgün formada axtarırıq. Birinci test tapşırığında kökdən dəyişilən sözlər S şəkilsi qəbul etmədiyi üçün S apostrofla da işlənə bilmir. Bir çıxdı. İkincidə isə söz önlü ifadələr yalnız apostrof S ilə işlənir. 2 doğrudur. 3-də isə kökdən dəyişilənlərə aiddir yenə apostrof S olmalıydı. 4-də isə policeman kökdən dəyişilənlərdə apostrof S ilə verilib tamamilə doğrudur. Üçüncü test tapşırığı isə artikl mövzusu ilə əlaqəlidir və okean, dəniz, ümumiyyətlə su hövzələri Z artiklı ilə işlənir. İşlənməyən bir dənə lake sözüdür ki, Z artiklını sevmir. Birinci də Z olmalıdır. A-nı, B-ni çıxdıq. Sifətin üstünlük dərəcəsi Z artiklı ilə işlənir. Olmayan D-ni çıxdıq. Üçüncü tərəfdə isə kainatdakı tək varlıqlardır. İnternetdir, dünyadır, kainatdır. Bunlar hamısı Z artiklı ilə işlənir. C variantı. Dördüncü test tapşırığında əvəzliklərdən qayıdış əvəzliyi ilə bağlı bir test nümunəsi verilmişdi. Mübtədamız itlə ifadə olunubsa, qayıdış əvəzliyi olaraq it səhvdən istifadə etməliyik. Y ümumiyyətlə yanlışdır. A, B, C variantlarından isə it ısıdan sonra birbaşa isim gəlir. It isə obyekt əvəzliyidir və baş sözü ilə bu formada işlənmir. Hizin də ümumiyyətlə işi yoxdur. Tərcümə olaraq da avtomatikdir, yəni öz başına işləyir. It runs by itself. Beşinci test tapşırığında isə miqdar bildirən ifadələr verilmişdi və həmişə nöqtələrdən dərhal sonra gələn ismə baxırıq. Və bizim ismimizdə sayılmır. Sayılmayan isimlərlə much, enough və a little işlənir. A variantı. Sifət mövzusu ilə bağlı test verilmişdi və very adi dərəcənin göstəricisidir. Həmçinin so, to, also, rather, quite və s. Birinci tərəfdə D-ni, müqayisə dərəcə, üstünlük dərəcə olan C-ni çıxırıq. İkinci tərəfdə isə zən verilib. Zən müqayisə dərəcəni bildirir və eyni anda həm more, həm olmaz. Tək hecalısa qəbul eləyər, çox hecalısa more qəbul eləyər. Yeni çıxdıq. B-də üstünlük dərəcəni verib B-ni də çıxdıq. A variantı doğrudur. Bu sifətlə bağlı ən çaşdırıcı test tipi isə nöqtələrdən dərhal sonra isim gələndə və sifətin müqayisə dərəcəsi olarsa, biz qarşısına artiklda yazmalı oluruq. Məsələn, as-sayfə. Amma bizdə nöqtələrdən dərhal sonra zən verdiyi üçün artikla ehtiyac yoxdur. 7-ci test tapşırığında isə so do mövzusu ilə bağlı verilmişdi və cümləmiz baxırıq ki, təsdiqdədir. Təsdiqdə olan zaman so, to, also-dan istifadə edirik və eyzə və neyzə inkarı bildirir. Bunlar çıxdı. Və təsdiqdə biz so ilə inkar yaza bilmərik. Y də yanlışdır. Qalır A və D variantları. D-də ümumiyyətlə belə bir struktur yoxdur. A tamamilə doğrudur. Sadəcə burada nəyə baxmalıydıq? Həmçinin had to-ya. Əgər bizim xəbərimiz modal feillərlə ifadə olunubsa və had to-nun da qarşılığı do, does, did-lə verildiyi üçün biz qarşılığını did-lə verdik. Keçən qəbula da düşmüşdü. Həvdən, həzdən, həddən sonra birbaşa feil gələrsə biz qarşılığını özü ilə, amma to hissəciyi və yaxud da isim gələrsə qarşılığını do, does, did-lə veririk. Buna çox diqqətli olun. 8-ci test tapşırığında isə tense formun uzlaşma ilə bağlı olan bir tipi verilmişdi. Yadda saxlayırsınız ki, bağlayıcılardan sonra iki zaman işlənir. İndiki sadə, keçmiş sadə. When-dən sonra bizdə də keçmiş verilmişdi. Keçmişlə uzlaşa bilən zaman yalnız keçmiş zamandır. İstənilən keçmiş zaman ola bilər, amma keçmiş zaman olmalıdır.
Bizdə də keçmiş zamanda işlənən yalnız C variantı verilib, ona görə C-ni götürürük. 9-cu test tapşırığında isə bir feili verib, o biri feili soruşursa, ya mürəkkəb tamamlıq olur, ya da cerunda olur. Nöqtələrdən dərhal əvvəl söz önü yəli əvəzli, yəli hal gələrsə, bu zaman cerunda axtarırıq. Bizdə də o şəkildədir, ona görə B variantı. Yox, nöqtələrdən dərhal əvvəl feil tamamlıq gələrsə, digər feili soruşarsa, bu zaman isə mürəkkəb tamamlıq olur. Birinci qrup feillər let, make gələrsə, to'suz, inksiz. İkinci qrup hissi qavrayış bildirən see, hear, observe, notice, watch gələrsə, bu zaman to'suz və ya inklə. Yerdə qalan bütün feillər gələn zaman isə biz to-lu feildən istifadə edirik. Expect də üçüncü qrupa aid olduğu üçün to hissəciyindən istifadə edəcəyik. 11-ci test tapşırığında məhsul növə çevrilə bilən cümlələri istəyir. 13 apreldə nəqli cümlə verib onu məhsul növə çevirmək istəyirdi. 20 apreldə məhsul növlü cümlələri seçin deyirdi. Çox yüksək ehtimalla 27 apreldə məhsul növə çevrilə bilən cümlələri istəyəcək. Bu tipləri necə işləyirsiniz? 1. Feil təsirli feil olmalıdır. Kimi, nəyi sualına cavab verməlidir. 2. Feildən sonra tamamlıq gəlməlidir. Tamamlıq yerində də isim ya da obyekt əvəzliyi durur. Bizdə birincidə smile-dan sonra birbaşa isim gəlməyibdir. 2-də isə sell feilindən sonra house, ev gəlib, həmçində sell, nəyi satmaq deyə bilirik. 2 doğrudur. 3-də happy-dən sonra yoxdur, isim. 4-də isə cook bişirir, nəyi, təsirli feildir və turkey, toyuq sözü də isim gəlmişdir. 2, 4, B variantı. 12-ci test tapşırığı modal feillərdir. Modal feillərdə isə bir qayda olaraq yadda saxlayırsınız ki, bütün modal feillərin sualı inkarı özü ilə düzəlir, istisna, have to-nunki do, does, did özü ilə düzəlmir. 2. 3 modal feil to hissəci ilə işlənir. Ought to be able to, have to. Ought-untusu yoxdur, C-də getdi. A və D və Y variantlar arasında isə to be able to-nun gələcək zamanda forması will be, shall be able to-dur. Y-də çıxdı. Və bizim cümləmiz baxırıq, indiki zamandadır, iz verilib. O biri tərəfdə indiki zamanla uzlaşan modal feil olmalıdır. Yəni A variantı. Heç tərcüməyə ehtiyac qalmadı. Bağlayıcı ilə bağlı bir test nümunəsi verilmişdi. He hadn't learned the directions. O deyir, yolları öyrənə bilməyib, ona görə də azmışdı və olacaq və beləliklə nəticə bildirən bir cümlədir. But-la zo isə ziddiyyət bildirir, amma ancaq və baxmayaraq ki deməkdir. 1, 2, D variantı. Və conjunctionlarla bağlı düşə biləcək ikinci tipdə budur. Burada isə yadda saxlamalısınız ki, ne izə norla işlənir, izə orla işlənir, bosən doğru verilibdir, ne izə orda doğru verilib, yanlış olan bir də did. Qaldı bizdə C və Y. Biri təsdiq, biri inkardadır. Fikir veririk nəyə? Cümləmiz tək questionda verilibdir və qarşılığı did Z verilibdir. Əgər bizim ikinci tərəfimiz təsdiqlədirsə, deməli birinci tərəfimiz inkarda olmalıdır tək question qaydasına əsasən. O zaman da ne izə nor olacaq? Y variantı. Mübtəda xəbər uzlaşması ilə bağlı bir test nümunəsi verilmişdi. Bir qayda olaraq yadda saxlayırsınız ki, iki isim yanaşı gələrsə, sonuncu ismə əsasən biz xəbəri müəyyən edirik. Məsələn, traffic inspector. Inspector cəmdədir, bu zaman R veribdir, tamamilə doğrudur. 2-də isə traffic news'dan traffic-ə yox, news'a baxırıq və news'da sayılmayan isimdir, S şəkilsi olmağına aldanmayın. Was verilib, 2 də doğrudur. 3-də isə bosennin xəbəri cəm olur, was yox, were olmalıydı. 4-də isə oflu ifadələrdə demişdik ki, nəyə baxırıq? Ofdan əvvəl gələnə. Box da təkdədir deyə were yox, was olmalıydı. 1-2, A variantı. 16 tipdə isə bizdən mübtədanı verir və xəbəri müəyyən eləməliyik. Apostrof S-li ifadələrdə apostrof S-dən sonra gələn ismə baxırıq. Place sözü, tamaşa sözü cəmdə verilmişdi. Deməli, ar olacaq və have been olacaq. 1-4, C variantı. Sual cümlələri ilə bağlı test nümunələrindən baxırıq ki, have to qaydası verilmişdi. Yadda saxlayırsınız ki, have to-nun sualı inkarı do, does, did ilə düzəlir. Özü ilə işlənə bilməz. B məsələn yanlışdır. Həmçinin Y də yanlışdır. Və sual əvəzliklərində köməkçi feil işlənən zaman feil öz əvvəlki versiyasına qayıdır. Yəni, had to qayıtmalıdır have to-ya. Has to da ola bilməz. Yalnızca have to-ya qayıtmalıdır. A da yanlışdır. Has to olan D də yanlışdır. Doğru variant C variantı. Ümumiyyətlə, hər iki qəbulda söz önünün feillərlə işlənən söz önünlər tipi düşməmişdi. Ona görə də düşünürəm ki, sizə düşə biləcək tip sırf olaraq yenə tərcümə ilə bağlı olacaq. Tərcümə etsək, the fire was put out. Was put out məchul növü bildirir və məchul növdə bay sözündən istifadə olunur. Deyini yeni çıxdıq. Həmçinin deyir ki, yanğın söndürən tərəfindən su vasitəsilə söndürüldü. Tərəfindən mənasında işlənən baydı, ilə mənasında işlənən isə su ilə with'dir. Ona görə doğru variant B variantıdır. 19-cu test tapşırığında isə nida cümlələrlə bağlı verilib. Nida cümlələrində bir what, bir də how-dan istifadə olunur. Whatlu strukturlarda what üstə gələk sifət, isim, mübtəda, xəbər və sifətli ismin qarşısına an artiklından istifadə olunur. Howlu strukturlarda sifət, zərf, mübtəda,
xəbərdən istifadə olunur və sifətlə isim yanaşı işlənməsin deyə ortasına Z artiklından istifadə olunur. Bir də üçüncü olaraq cümlə mütləqli şəkildə təsdiqdə verilməlidir. İndi isə baxırıq. Bir də what lovely flowers you have bought. Tamamilə doğrudur. Sifət, isim, mübtəda, xəbər. 2-də isə have əvvələ keçib yanlışdır. 4-cüdə isə how-dan sonra demişdik sifət, mübtəda, xəbər olur. You mübtədadırsa flower nəyə çevrilmiş olur o zaman? Yanlışdır. 4-ü çıxıram, amma 3 isə doğrudur. Your flower mübtədadır və bu ardıcıllıq tutmaq üçün sondan əvvələ doğru gəlin. Ar xəbərdirsə, xəbərdən əvvəl mübtəda durmalıdır. Deməli, your flower mübtədadır. Mübtədadan əvvəldə sifət və ya zərf durur. Bu da tamamilə doğrudur. 1, 3, B variantı. Aha, sinonimlər verilmişdi. Ümumiyyətlə bu sinonim testlərini işləməyi bilmək, sinonimdir, antonimdir, word definition'dır. Bunların işlənməyini bilmək istəyirsinizsə, birbaşa olaraq toplu ikinci hissədəki sinonim, antonim, word definition'ları işləyirsiniz. Birbaşa olaraq oradan düşür. İndi isə baxırıq. Enemy düşmən, foe düşmən, elə A variantı doğrudur. Poverty kasıblıq, wealth zənginlik, antonimdir məsələn. Cahillik, bilik, yenə yanlışdır. Gələcək, keçmiş, antonimdir yenə. Güc, zəiflik, yenə antonimdir. 21-də isə antonimləri vermişdi. Antonimləri ya bu şəkildə adı ilə verir, ya da opposite meaning, ya da opposite word yazır. Close meaning isə sinonimlərin digər yazılmış formasıdır. İndi isə baxırıq. Similar, oxşar, bənzər, different isə müxtəlif. Bir elə doğrudur. Sonra, hopeless, ümidsiz, desperate, çarəsiz. Bu sinonimə çevrildi. Bir də excited, həyəcanlı, calm isə sakit. 3 ilə doğrudur. 1, 3, A variantı. 22-ci test tapşırığında isə cümlə qurmaqla bağlı bir test nümunəsi verilmişdi. Bir qayda olaraq bilməliyik. Birinci mübtəda, sonra xəbər, tamamlıq, yer zərfi, zaman zərfi gəlir. Zaman zərfi ən sonda və ən əvvəldə gələ bilər. 2. Sifət əgər verilibsə test variantlarında o sifətdən dərhal sonra isim gəlməlidir. Sifətli isim hansı variantlarda ardıcıl qeyd olunmursa o variantları çıxırıq. 3. Mübtəda xəbər ardıcıllığına diqqətli olmalıyıq. Deyəlim 2 isim var, mübtəda rolunda işlənə biləcək. Biri təkdə və biri cəmdədir. Və xəbər də cəmdə verilibsə, cəm isimlə biz xəbəri yanaşı götürməliyik. İndi isə baxırıq. Bizim testimizdə isə ipucu ola biləcək bir last var, bir də we var. We ilə başlamalıdır, çünki mübtəda yerində şəxs əvəzliyi durur. Olmayan B-ni və C-ni çıxıram. Və last zaman zərfi olduğu üçün ya sonda ya da ən əvvəldə verilməlidir. 6 ən sonda və ən əvvəldə harda verilib? Bir dənə D variantında. Görürsünüzmü, heç bütün testi oxumadım, doğru variant çıxdı. Amma yazmaq istəsək, baxırıq ki, we didn't have enough money to buy a house last month. Bizim keçən ay bu evi almağa kifayət qədər pulumuz yox idi. Bugünlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.